Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizlere Temu'dan yeni məhsullar göstereceğim. Yeni məhsullar hakkında məlumatlar vereceğim. Bir de bir şey demek istedim. Bundan sonra bütün videolarımda məhsullar açıq olacak. Paketten özüm məhsulları töküp bir beləncə göstereceğim. Çünkü paketten məhsulları bir çıxardanda həm narahat olur, həm də ki çox vaxt içərisində bir və yaxud da ki məhsul qalır. Balaca bir şeyler olanda gözdən qaçır. Ona göre belə bir yola əl atdım. İlk önce belə bir oğluma önlük almışdım. Bu düzdür, böyüyəndə istifadə edə biləcəyi bir önlükdür. Məncə özü yemək yeməyə başladığı müddət ərzində bu önlük mənə çox kömək olar deyə düşündüm. Ona görə bu önlüyü aldım. Daha sonra oğluma belə bir çanta aldım, yaxadan asmalı. İnşallah gələcəkdə böyüyəndə bunu da istifadə edəcək. Məncə material da yaxşıdır, pis deyil. Almaq istəyən olarsa ala bilər. Daha sonra anama belə bir açqı qabı aldım. Bir üzü qaşdı, bir üzü sadə. Məncə görüntüsü də, materialı da, hər şey çox gözəldir, çox yaxşıdır. Anamın da hoşuna geldi. Anam kokoş olduğu için ona bu tipli daşlı qaşlı şeyleri alırım. Daha sonra belə bir kaşlıq almıştım. İçərisinə qadınların istifadə edə biləcəyi məhsul qoyulur. Məncə işe yarayan çantaya atmalı, rahat bir şeydi mənim fikrimcə. Çox yaxşı gəldi. Materialı, için tikilişi falan hamısı çox yaxşı idi. Daha sonra belə bir balaca naşnik qabı almışdım. Bunun paketi cırıq gəlmişdi. Əslində paketləndirmə Temuda çox vaxt yaxşı olur. Bəzi hallarda olur ki, əzilmiş, qırılmış, cırılmış vəziyyətdə gəlir. Onda da məhsulun şəklini çəkirsiniz, yararsız vəziyyətdə olduğunu geri qaytarma edirsiniz. 10-14 gün ərzində baxılır, yoxlanılır. O müddət ərzində geri ödəniş edilir. Yəni bu cəhətdən bəzi şeylərdə Temuda çox yaxşıdır. Daha sonra anama yenə daşdı, qaşdı, şatafatdı. Telefon qoyanı almışdım. İçərisində güzgüsü olduğu üçün onun üzərini örtürəm, görüntü olmasın deyə. Bu məhsul da çox yaxşıdır. Anamın da xoşuna gəldi. Telefonunu istifadə edir. Yəni rahat bir şəkildə qoyur, videolarına falan nə istəyirsə, yəni izləyə bilir. Daha sonra belə bir skoç kəsən almışdım. Əslində skoçu içərisində yerləşdirmək biraz çətindir. Çətin olan hissəsi o yapışqan olan aranı, kəsik olan, mişar kimi görüntü olan hissəyə gətirmək çox çətindir biraz. Belə yararlı məhsullu istifadə etmək olar, amma o cəhətdən bəzi yerində çox narahatdır. Yəni istəyən ala bilər, istəməyən ala bilməz. İstəyə görə dəyişir. Daha sonra özümə belə bir sep almışdım. Çox xoşuma gəldi. Yəni çox qəşəngdir, paslanmayan olur. Ən əsasda axtardığım, yəni tapa bilmədiyim, çox çətinliklə tapdığım bir şey o idi ki, uzun sep istəyirdim. Uzun sep tapa bilmirdim. Sifariş etdiyimin bəziləri uzun görsənirdi, gələndə balaca olurdu. Amma bu sifariş etdiyim uzun gəldi, yəni çox da gözəldir. Daha sonra belə bir açqı sifariş etmişdim. Bu açqının da bəyənmədiyim bir hissəsi o idi ki, bəzi açqıların arxasında qulağı incitməsin deyə rezin kimi bir şey olur. Bu tamamen dəmirdir. O biraz incidən bir şeydir. Ona görə o açqını çox da məsləhət görmürəm. Pis deyil, amma incidən bir şey olduğuna görə 50-50-yə deyərdim. Yəni baxın, istəyə görə özünüzün xoşunuza gələrsə sifariş edə bilərsiniz. Yəni mən ona heç nə deyə bilmərəm. Daha sonra bayaqki kaşlokdan birində sifariş etmişdim. Bu kaşlokun gördüyünüz kimi içərisində tikilişi çox bərbaddır. Həm əyri tikilib, həm pis tikilib. Yəni olur, bəzən məhsul yaxşı da çıxır, pis də çıxır, yəni dəyişkən olur. Hamısı eyni firmadan gəlmədiyinə görə, fərqli yerlərdən olduğuna görə olur. Yəni pis də çıxır, yaxşı da çıxır. Yəni 50-50-yə deyərdim. Daha sonra özümə belə bir kabro almışdım. Bu kabrodan da çox xoşum gəldi. Telefona da çox gözəl yaraşdı. Mən mağazindən istədiyim kimi kabro tapa bilmədiyimə görə sifarişə üstünlük verirəm. Çox vaxtda sifariş etdiyim kabrolar çox gözəl çıxır. Bu kabro da həqiqətən çox gözəl çıxdı. Kim istəsə sifariş edə bilər. Daha sonra oğluma belə bir soska deyim, nə deyim adım bilmirəm. İçərisinə meyvə qoyulur. Həmin o deşik hissələrindən ağzına meyvənin suyu gedir. Yəni meyvənin özü yox, sadəcə suyu gedir. Çox yaxşı bir şeydir. Məncə almağa dəyər. İçərisindəki rezin 3 razmerdi, S, M, L. Daha sonra özümə balaca kaşlok sifariş etmişdim. Balaca çanta olanda içərisinə rahat ata biləcəyim kaşlok olsun istəyirdim. Bu da onlardan biriydi.
Böyük kaşlokları balaca çantaya yerləşdirmək olmadığı üçün ona görə belə bir kaşlok aldım. Bu da çox yaxşı gəldi. Məsləhət görürəm, kim istəsə sifariş edə bilər. Daha sonra oğluma belə bir ədyal sifariş etdim. Bu ədyal neon işıqlıdır. Axşamlar qaranlıq olanda yaşıl işıq yanır. Materialı nə qalındır, nə nazik deyərdim. Yəni 50-50-yə kim istəsə sifariş edə bilər. Daha sonra belə bir telefon təmizləməkdən ötürü çubuq almışdım. Yəni soruşsaz ki, təmizləyir, işə yarayır. Məncə o qədər də işə yaramır, heç təmizləmir də deyərdim. Normal şəkildə sol salfetka ilə quru salfetka ilə silib təmizləməyimiz ondan daha yaxşıdır. Yenə də istəyə görə kim istəsə sifariş edə bilər. Mən o qədər də məsləhət görmürəm. Daha sonra bir dənə də sadə güzgü almışdım. Yenə görüntü olmasın deyə güzgünün üzərini örtürəm. Bu da yəni çox razı qalmadığım bir şeydir deyərdim 50-50-yə. Yenə də kim istəsə sifariş edə bilər. Daha sonra bayaqki kaşlokdan birini də sifariş etmişdim. Bu da çox yaxşı gəldi. Bunun materialı da, tikilişi də, görüntüsü də, hətta ən bəyəndiyim budur deyərdim. Yəni olur da dediyim kimi yaxşı da çıxır, pis də çıxır. Yəni bunu məsləhət görürəm. Digərləri də pis deyildi, amma bu daha çox xoşuma gəldi. Daha sonra üzük dəsti almışdım. Əslində bunlar bilmirəm gümüşə tərkiblidirmi, yoxsa nədir? Hamısının alışında göstərir ki 925 var, amma üzüklərin retkisinin içərisində yazılır. Yəni hamısında yazılmır. Rəngi getmir, yəni çox yaxşıdır, məmnunam. Kim istəsə sifariş edə bilər. Daha sonra təkli üzük sifariş etmişdim. Bu üzükdən çox xoşum gəldi. Yəni məsləhət görürəm. Həm qablaşdırması gözəldir, həm üzüyü çox gözəl çıxdı. Bu əsl gümüşdür. Yəni bunu ucuz da almamışdım. Qiyməti də biraz baha idi digər üzüklərə nisbətən. Bu üzüyün qızılı rəngi də var. Nabor şəklində də satılır, təkli halda da satılır. Mən təkli halını seçdim. Yanlarında mum yazır, ortasında da M hərfidir. Yəni bu üzüyü də anama həsrətdiyim üçün almışdım. Yəni çox da məmnunam. Daha sonra belə bir askı sifariş etmişdim. Düzdür, qızılı askilərdən daha çox xoşum gəlir. Amma bu askidən də çox xoşum gəldi. Həm duruşu, görünüşü, forması falan. Yəni hər cəhətdən çox gözəl aski çıxdı. Məsləhət görürəm, sifariş edə bilərsiniz. Daha sonra anama sifariş etdiyim telefon arxalığın özümə sadəsini sifariş etmişdim. Yəni bundan da məmnunam, pis deyil, sifariş edə bilərsiniz. Daha sonra özümə belə bir kabro sifariş etmişdim. Çox xoşuma gəldi. Yəni telefonda çox gözəl görsənir. Arxa hissəsi qırt-qırtdır. İminlə bu kabrodan yenidən sifariş etmək istədim. Bu bitmişdi, yoxdur. Başqa formalarda var, amma bu kabrodan yoxdur. Təəssüf ki, yenidən sifariş edə bilmədim. Gələcək zamanlarda o yeyiləndə, pis günə düşəndə iminli bu kabrodan olmayacaq. Ümid edirəm ki, yenidən satışa verərlər. Yəni çox məmnunam, xoşuma gəldi, sifariş edə bilərsiniz. Daha sonra kart qoymaqdan ötürü kaşlok sifariş etmişdim. Heç xoşuma gəlmədi. Yəni bunu məsləhət görmürəm. Daha sonra qulağa keçməli sırğa sifariş etmişdim. Yəni bu da çox yaxşıdır, rəngi getmir, kim istəsə sifariş edə bilər. Başqa formada birini də sifariş etmişdim bu sırğada. Bu iki hissəlidir. Birin lap yuxarı taxırsan, birin qulağın ortasına taxırsan. Yəni bu da çox yaxşıdır, rəngi getmir, kim istəsə sifariş edə bilər. Bugünlük videomuz bu qədər. Ümid edirəm verdiyim bilgilər faydalı olar. Sağ olun.